Konuşma galiba. Sizin de kanınıza benim. Babamı öldürmek istedim. Vallahi görürüm. Farsda seçilmiş kaç kadın? Şartlarda 5 bin dolarlık alırsan. 2025-ci il aprelin 20-si səhər saat 7-də 102 mərkəzinə zəng edən Füzuli rayon sakini Ziyəddin Quliyev elektrik naqili ilə arvadını boğub öldürməsi haqqında məlumat verib. 36-cı polis şöbəsinin əməkdaşları Cahanşir küçəsində Dənizçilik Akademiyasının yataqxanasında yerləşən mənzildə 1999-cu il təvəllüdlü Aysel Qurbanovanın meyidini aşkar ediblər. Cinayəti törədən Quliyev hadisə yerində saxlanılıb. 20 aprel 2025-ci il tarixli baxış keçirilməsi protokolundan görünüb ki, hadisə Cahanşir küçəsində Dənizçilik Akademiyasının yataqxanasında yerləşən 117 nömrəli mənzildə baş verib. Çarpayda boyun nahiyəsində strangulyasiya şırımı ilə 1999-cu il təvəllüdlü Aysel Qurbanovanın meyidi aşkar edilib. Hadisə yerində 36-cı şöbənin əməkdaşlarına yaxınlaşan qadının əri 1989-cu il təvəllüdlü Ziyəddin Quliyev törətdiyi cinayəti etiraf edib. Məlum olub ki, o hadisədən sonra 102 mərkəzinə zəng edərək arvadını öldürməsi haqqında məlumat verib. 102 polis xidməti Həsənova. Salam xanım. Salam. Tamam, buyurun. Mən Quliyev Ziyəddin, 820-ci keçiddə qalıram. Bəli. Xətai rayon. Bəli. Yoldaşımı öldürmüşəm, boğub öldürmüşəm. Evdə də körpə uşaqlar var, həkimlərlə göndərin. Polislər ki, uşaqları yatıb uzanıb yerində. Öldürmüşsünüz? Hə? Boğub öldürmüşsünüz? Bəli. Səhər saat 6-da. Xətai rayonunda hansı küçədir? Cavanşir küçəsi 822-ci keçid. Dənizçilik məktəbinin yataqxanası kaskından binasıdır. Yataqxanadır? 5-ci mərtəbə. Axırıncı blok 5-ci mərtəbə. 5-ci mərtəbə. Aydın. Adınız necə oldu sizin? Quliyev Ziyəddin. Aydındır. Bildirilmə yaxınlaşsın. Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Aysel Qurbanovanın ölümünə boyun üzvlərinin sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya, yəni boğulma səbəb olub. İstintaqla müəyyən edilib ki, Ziyəddin Quliyev 2016-cı ildən rəsmi nikahda olduğu Aysel Qurbanovanı ailə münaqişəsi zəminində öldürmək qərarına gəlib. Aprelin 20-si səhər saat 6 radələrində arvadının yuxuda olmasından istifadə edərək naqili boğazına keçirib onu boğmağa başlayıb. Yuxudan oyanan Aysel Qurbanova müqavimət göstərməyə çalışıb. Ayaqları ilə təpi ataraq pəncərənin şüşəsini sındırıb. Səsküyə 2 mərtəbəli çarpayıda yatmış 9 yaşlı qızı və 5 yaşlı oğlu oyanıb nə baş verdiyini soruşduqda Ziyəddin Quliyev analarının xəstələndiyini deyib qadının boğazındakı naqili sıxmaqda davam edib. Övladlarının həmin səhnəni görməsini, onlara psixoloji sarsıntı verdiyini dərk edərək yoldaşına qarşı rəhimsizlik nümayiş etdirib. Bu hərəkət ilə Quliyev zərər çəkmişi qəsdən həyatdan məhrum edib. İş üzrə dindirilmiş Ziyəddin Quliyev bildirib ki, Aysel Qurbanova Bakı şəhərində anadan olub. Sumqayıt şəhərində yerləşən 8 saylı orta məktəbdə oxuyub. 2015-ci ilin aprel ayında onunla ailə həyatı qurub. Həmin vaxt qızın 16 yaşı olduğundan rəsmi nikaha 1 ildən sonra daxil olublar. 2 övladları dünyaya gəlib. Hər ikisi namaz qılıb. 2023-cü ilin yanvar ayında işləmək üçün Rusiyanın Samara şəhərinə gedib. 2024-cü ildə telefonla danışarkən Aysel ona uşaqlar üçün 2 mərtəbəli çarpayı aldığını bildirəndə qəzəblənib. Buna görə qadınla mübahisə edib. 2025-ci ilin mart ayında Bakıya qayıdandan sonra Ayselin uşaqlarla pis rəftar etdiyini görüb. Qızının anasından qorxduğunu hiss edib. Dəfələrlə irad bildirsə də arvadı sözlərinə əhəmiyyət verməyib. Ayrılıb uşaqları anasından almağı düşünüb. Övladlarının arvadında qalacağını bildiyindən bu fikrindən daşınıb. Buna görə Ayseli öldürməyi qərarlaşdırıb. Aprelin 20-sinə keçən gecə Aysel uşaqların yanında uzanıb telefonda videoya baxıb. Səhər saat 6 radələrində yuxudan oyanıb.
Divardan asılmış elektrik naqilini götürüb arvadının yanına qayıdıb, naqili boğazına keçirib var gücü ilə onu boğmağa başlayıb. Oyanıb ayaqları ilə təpiyə atan yoldaşı pəncərənin şüşəsini sındırıb, səsə oyanan qızı çarpaydan qalxmadan ondan nə baş verdiyini soruşub. Ardınca oğlu da oyanıb, uşaqlardan üzərlərini yorğanla örtmələrini tələb edib, Ayselin açıq qalan gözlərini əlləri ilə bağlayıb. Polis əməkdaşları gələnədək uşaqlarla birlikdə evdə qalıb. Polisə gələndən sonra övladlarını aparıb qonşuluqda yaşayan anasına təhvil verib. Hadisə zamanı sərxoş və ya narkotik vasitənin təsiri altında olmayıb. Təqsirləndirilən şəxs zəhmət olmasa özünüzü təqdim edin. Quliyev Ziyəddin Seyfəddinov. Doğum tarixiniz, 27 dekabr 1989. hardan olmusunuz? Füzuli rayonu. Keçmiş həyat yoldaşınız Aysel Qurbanova ilə nə vaxt ailə həyatı qurmusunuz? 2015-ci ilin aprelin 28. Hadisə necə baş verdi? Nə vaxt baş verdi? Hadisə barədə məlumat Hadisə verin. veçsinə. Da qərara gəldim ki, onu öldürüm mən. Nə vaxt qərara gəldiniz? Elə öldürüm həmin gecədə deyil. Elə. Hadisə olan tarixi deyə bilərsiniz, hadisə nə vaxt olub? Tarix olub ayın 20-si olub, aprelin 20-si olub. Mən isə 19-cu gecə, elə bir 20-sinə keçən gecə axşam beynimə gəlir düşər ki, bu yığılıb bu söz-söhbətlər, bu ailə belə olmalıdır. Yəni mən boşansam da uşaqlar ona qalacaq, uşaqlar da belə böyüdə bilməyəcək, gələcəyə yəni normal uşaqlar olmayacaq. Televizorda görürəm 14 yaşlı, 13 yaşlı qız uşaqları yoldan keçən maşınlar. Yəni həyat yoldaşınız Hətta o qızımı qısnayacaq, qızım da evdən qaçacaq, gedəcək, kiməsə qoşulacaq, sonra yəni o böyütdüyümüz uşaq heç olacaq. Belə şeyləri fikirləşə, yəni çox şeylər olur. uşaqlarınıza necə münasibət göstərirdi ki? Uşaqlarıma heç nə deyirdim ki, yavaşdır, yavaş salıqlandı, qışqırırdı, aqressiv, Kobud şəkildə dağ rəftar basıb edirdi. ayağına, mənim yanımda, qaynanəsinin yanında, hətta bıçağı götürüb dağ basıb, dağın izində var. Söhbət bu dağdan getmir də, yəni. Dağında ola bilər, əsəbi halda olub, bıçağı qoyub, bilmədən də olub, ayağını yandırıb. Amma ondan başqa böyük mövzular var da, qızım ondan qaçırdı, qızımı qısnayırdı. Qızım məni qucaqlayıb, mənim iyimi alırdı, amma ona yaxın durmurdu. Mən də belə şeylər gördüm, 2 ildən çoxlu balalarımın həsrətindəydim, 2 il az müddət deyildi, indi valideyn olanlar bilər. Mən də gəldim, gördüm, bu ünsiyyət var, mən partladım. Necə öldürdünüz? Deməli, 3 gün qabaq bizə hidroforla su qalxır. Yağışlı, küləkli günlərdə, aprel ayında yağış külək oldu. Onda şunul qırılmışdı, o şunul dəyişdik, qonşunun opşik qukuna da şunul asılmışdı, kabel. O şunuldan bir parça kəsdi, bir belə o motora caladı. Mən də o şunulu orada görmüşdüm. Heç ağlıma gəlməmişdi. Prosto elə 3 gün qabaq olub, o şunulun yerini bilirdim deyə getdim, o şunulu kəsdim kəlbətindən, əlimdə ölçdüm ki, bunu neçə qat eləyə bilərəm, onu boğum ki, ölçündə 1 qat, 2 qat baxdım ki, nazikdir, sonra 4 qat elədim. Sonra dizimdə belə gəldim, ölçdüm ki, boğaz bu boydadır, məsəl üçün. Belə edim ki, əlləri keçməsin. Nə rəngdəydi? Ağ rəngdəydi. Neçə qat elədiniz? 2, 4. 4 qat elədiniz. Səhər 5-də zatda. Siz gecə bəs yatmışdınız bir yerdə? Gecə bir yerdə uzandıq, mən istədim ki, o yatsın, mən gecə 2-də 3-də eləyim, ya yatsın da tam yatsın. Gördüm tam yatmadı, gecə saat 3 saat idi, qızım oyandı, anamla çağırdı, mən də uzanmışdım yerimə. Mən də sonra yuxu tutdu, yatdım. Ayıldım ki, saat 5 saat olar, hava yavaş-yavaş başlayır açılmağa da. Durdum, başladım, o beynimdə olan planları şey eləməyə, şurulu getdim, oradan götürdüm, ölçdüm elədim, sonra onu biraz pəncərəyə tərəf tələdim ki, uşaqlara tərəf olar, təpik atar o uşaqlara, ayağını tuta bilmərəmsə, pəncərəyə tərəf yavaş-yavaş tələdim, sonra dayandım, hazırladım, tam özümü, şunlu qoydum yerə, Getdi şunulu gətirdi sonra? Yox, şunlu gətirmişəm, qoymuşam şeyin altına, döşəmənin altına. Qollarımın sağlığını belə elədim ki, yəni adam öldürəcəm, o da müqavimət göstərəcək, mən bu əlimdən çıxmamalıdır. Heç, elə dizimdə ölçdüm dediyim kimi, ondan sonra 4 qat elədim ki, bərk sıxdım ki, o əllərini keçirdim, oranı özünü xilas eləyə bilməz, çox bərk sıxırdım. Və o da nə qədər çalışdı, boğazını keçirən kimi... Keçirdiniz boğazına. Saat neçə olardı təqribən həmin vaxt? Yəni pəncərədən aydınlanırdı da havalar.
Yoldaşınız yatmışdı. O yatmışdı. Siz də yanına uzandınız. Mən də belə Arxası tərəfə də hə, belə biraz uzandım ki, onu itələdim ki, o tərəfə getsin. O məqsədlə uzandım, yəni Evet. ki, o tərəfə çəkim o. Bir dəfə getdi, gözlədim ki, dedim ikinci dəfə eləməyirdi, tam ürəyim istədiyi yerə getmədi o tərəfə. Az getdi. Biraz gözlədim ki, biraz da yatsın da. Sonra bir dəfə də elədim, biraz da keçdi. Ondan sonra gördüm, hə, yəni istədiyim variantdadır, bu belə yarım belə yatıb. Şunu hazır idi, götürdüm. Keçirdim belə boğazına. Keçirdəndən sonra oyandı o. Bəli, mən keçirdən kimi sıxmağa başladım. Mən sıxan kimi bu oyandı da, belə elədi, əlləri nə qədər belə zadda, qurtlanırdı. Onun o tərəfə idi, mən belə zad elədi, zadda güc verirəm. Həmin vaxt otaqda kimlər var idi? Qızımla oğlumda yatmışdı. Qızınız da oğlunuz da yatmışdı. Bəli. Bəs onlar yuxudan durdu, siz boğan vaxtı? Yox, boğan vaxtı durmadı. Pəncərəni sındıranda pəncərəni Yoldaşınız sındırdı? Necə sındırdı? Yəni mən onu fikir vermirdim da o vaxtlar. Mən onu prosto sıxırdım ki, şey olsun. Belə əllərimiz adımı şeylədi, gördü aça bilmir də, mən onu bərk sıxıram da. Başladı dırnağa, taqəti qurtarmışdı. Taqəti qurtarmışdı, desə belə bir də yadımdadır ki, bu barmağı ilə belə eləyirdi, yüngül. Sonra şey elədi, təpiklər, zadlar atmağa başladı. Ayaqları ilə boşalır da bilmir. Ayaqlarıyla vurub pəncərənin uşağını sındırdı. 2 dənə pəncərə. Həmin vaxt uşaqlarınız yuxudan durdu. Pəncərənin səslərinə qızım oyandı. Qızınız oyandı. Bəli, oğlan balası. Adı nədir qızınızın? Həzər. Həcər oyandı. Bəli. Həcər nə dedi, nə gördü? Ata nə olub, niyə elə eləyirsiniz, nə olub? Mən də dedim ki, yuxudan heç nə, anam özüm pis eləyir, titrədi, üstünü örtürəm, yaxın həkimə zəng vurmuşam, həkim gələcək, həkim gəlib görməz. Nə olub, oğlum durdu, ata belə elədi. Dedim, sizə demirəm, yatdım. Qışqırdım. Heç. Onlar da girdi, qorxdum, həmin girdi yerlərinə. Görmədim, hadisə. Onlar görmədi hadisəni. Xeyr. Yəni yorğanın üzərlərinə çəkdilər və hadisəni baş verdiyini gördü. Qorxdular. Sən bəs öz üzərinizi örtdün, sizin üstünüzü? Mən üstümü? Bəli də yoldaşınla. Yox, mən belə dayandım artıq. Dizi üstə dayanmışam, belə ki, onun üstünü örtmüşəm, belə də başa düşmüşəm. Gizlətmişsiniz, Belə boğulamış, sözünü. onun taqəti kəsilir. Belə deyil, Belə özünüzə gizlətmişsiniz. eləyir, belə can verirdi. Bildim. Hətta uşaqlar oyandı, mən istədim bir anlıq. Gördüm, belə can verir, istədim o adam görüb də üzünə şirəliyib oyatma. Hətta o beynimdən keçdi ki, öldürməyim. Onu bütün şirəliyib oyadım, dedim, yox, öldürməm. Öldürməyinizə ən əsas səbəb nə olmuşdu? Heç uşaqlarıma görə öldürdüm ki, bununla böyüməsin uşaqlar. Yəni uşaqlarınızın onun himayəsində böyüməsini istəmirdiniz. Bəli. Səbəb nə idi? Səbəb anamın mənə qarşı olan haqsızlıqları. Ananızın. Hə, bəli. Nə etmişdi ki ananız? Heç nə də, mən tərəfimi saxlamırdı, mən heç nə. Mən onun üçün yox idim elə bil. Bilmirəm, 2 il Rusiyada qalmışdım, nə idi. Ananızın haqsızlıq eləyib, onda bu sizin yoldaşınızın Qurbanovanın bu məsələyə nə günahı nə idi ki? Necə? Bu yoldaşınızın günahı nə idi? Ananız haqsızlıq. Yoldaşımın günahı da ki, odur ki, Ciddi nə günahı var? Yəni yoldaşım da ki, nə qədər deyirdim, yavaşcalıqla deyir, uşaqları bəlkə başa salma, nə bilim, dedim də bir yaxdalı dedim deyəsən. Yəni söhbət o dağlardan deyil. Mən onu deyirdim ki, məsəl üçün qızım, sənə heç kim deməməlidir. Dərsdən gəldin, oturdun bir tikə çaylı çörəyi yedin, içdin. Dərsi bu açsın oxudun, birinci sənin işin bu olmalı. Ondan sonra telefona baxmaqdır, qardaşınla oynamaqdır, nə ürəyin istəyir elə, sənə heç kim heç nə deməyəcək. Görsən, sənə qışqırırlar bunlar. Sənə bunlar qışqırmaq yaxşı şey deyil, sən də pis olursan, mən də pis oluram evdə. Heç nə də, ancaq uşağı qışqırırlar, oxu, cəhənnəmə oxu, belə elə. Kim qışqırır? Elə anası, nənəsi, hər ikisi. Mən də 2 il onu görmürdüm, gəldim gördüm uşağımla belə şey deyirlər, mən də götürə bilmirdim, onların həsrətindəydim. Siz boğduqdan sonra nə zaman başa düşdünüz ki, yoldaşınız artıq ölüb? Nə zaman belə deyək də boğmaqdan imtina elədiniz? Onu yüce xatırlamıram da, yəni dəqiq Xatırlamırsınız. saxladım, mən uşaqlar yerinə girdim, biraz saxladım. Saxladınız? Sonra getdim tez, çıxdım şeydən idim də, kofta giymişdim Ağ bazarında. Tez getdim su götürdüm, çöldən, krakdan. Gətirdim uşaqları durquzdum, dedim narahat olmayın, indi ana uzandı, üstünü örtdüm. Su verdim birinci oğluma, balasıya da, biraz gördüm qorxu. Su içdi, dedim nətərsən, dedi, yaxşıyım. Sonra qızımı da içizdirdim, ikisini də üstünü örtdüm ki, uzanın, həkim gəlib görməsiniz. Sonra istədim 102 yığım, sonra fikirləşdim ki, bu ölməz, həkimcad göndərərlər də birdən, bu ölməz. Dedim, qoy biraz da oturum bunlarla, bir saatcad onlarla vaxt keçdim, öpdüm, nə bilim.
Uşaq özünü ıslatmışdı, pampresini açdım, paltardan zadına çıxmışdı, paltarını dəyişdirdim, bir də ayaqdan yerini uzatdım da belə şeylər. Sonra 102-yə yığıldım ki, bəs yoldaşımı öldürmüşüm. Bir də skor ilə gəldi ki, uşaqlar... Yəni dediyiniz odur ki, uşaqlarınız nə görmədi sizin həyat yoldaşınızı öldürdüyünü, Bəli, başa düşmədilər. Prosta gördülər ki, pəncərə zad qırıldı. Dedi, nə olub, birdən-birə elə şey olmuyor. Bax, səhər-səhər yatmış vəziyyətdə pəncərənin səsinə oyanmaq, elə bir şey heç vaxt olmur. Baxın, uşaq dursun ki, pəncərə qırılır zadda. Uşaq bəlkə də böyük qızım hardasa hiss elədi ki, nəsə hadisə baş verir, amma görmədi onun öldürülməyini, ağzını, yəni köpüyünü, zadını falan da. Yəni, hava qaranlıq idi, yəni içəri işıq düşməmişdi, ev tam aydınlıq deyildi. Mən də balıncı zadı belə qoydum, döşək zadı örtdüm üstünə də necə saxladım ki, görülməsin. Dediyim kimi də orada. Bildim, sadəcə hardaydı həmin vaxt, hadisədən əvvəl, hardan götürdünüz? Belə o kişi... Ümumi mətbəxdə? Hə, ümumi mətbəxdə. Hansı tərəfdəydi, hardan? Belə siz götürdüyünüz yerdə asılmışdı. Sağ divarda? Hə, sağ divardadır. Prosta o 3 dənəli şeyi udini teli kəsmişdim ki, udini teli müayinə olmasın da mən. Udini teli kəsdim, qoydum oraya, şunu da götürdüm. Peşmansız törətdiyiniz əməldən? Hər hansı bir liboy bir hətta düşman olsa belə öldürməyə peşman olaram. İçində hissim var da, insan hissi var da, yəni ona mən can verməmişəm, canlanım. Amma uşaqlarımın gələcəyi üçün peşman deyildim. Məhkəmə iclasında Ziyəddin Quliyev elan olunmuş iddiamız üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina edib. Buna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Verilmiş suallara cavab olaraq Quliyev bildirib ki, istintaq zamanı onun sənədlərin mahiyyəti tam izah edilməyib. Savadsız olduğundan yazılanları dərk etmədən protokola imza edib. Bir il oradayam, möhtərəm hakim, qala bilmirəm də orada. Bunları şeylərə mənim işimi tez edirsiniz. Qəsd adamım, mən orada qala bilmirəm. Qapalı rejimdə mən yaşaya bilmirəm, möhtərəm hakim. Zərər çəkmiş şəxsin hüquqi varisi Elşən Qurbanov ifadəsində göstərib ki, Ziyəddin Quliyevin verdiyi ifadələr həqiqətə uyğun deyil. Qızı yaşadıqları ərazidə uşaq bağçasında işləyib, 2 il müddətində övladlarına özü baxıb. Ziyəddinin ölkəni tərk etməsinə əsas səbəbi ailə münaqişəsi olmayıb. O, casusluq edən şəxslərlə əlaqədə olub, habelə Məşə qardaşları adlı təriqətə qoşulub. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib. Sizdən artıq dərəcədə xahiş edirəm, ona ömürlük cəza vermənizi xahiş edirəm. Mən onsuz da ölmüşəm, mən yaşayan bir insan deyiləm. Mən neçə bir ildir iynə dərmanla yaşayıram. Heç olmaya bilim ki, mənim uşağım torpaq altında ölüb, heç olmaya o da zindanda ölsünlər. Biz o adamı bura tərbiləməyə çağırmamışıq, sizi. Hadisə ilə bağlı, İbtidai istintaq zamanı şahidəsində bildirmişsiniz. İbtidai istintaq zamanı ifadə vermişsiniz. Şahid deyilcisi orada niyə ifadə verirsiniz orada? Danışın görün söhbət qədər gedir də, nəyə bilirsiniz, nəyə görürsünüz? İfadə verirsiniz. Olmaz. Şahidlə bağlı. Olmaz. Buyurun. Mən gördüyüm bir şey olmuyor. Mən oğlum zəng edib, mən gecə mən evdə olmamışım. Saat 8-də qararlar gedim ki, hadisə başlayır. Eşitdikləriniz, bildikləriniz, gördükləriniz bunlardır. Mərhumla və Ziyəddinlə münasibətləriniz nə olur? Qonşusuz siz? Yoldaşı və Ziyəddin arasında əvvəldən hər hansı bir ədalətin, hər hansı bir münaqişənin olması barədə məlumatlar var edir. Olmamışsınız. Münaqişə görməmişəm bunların arasında. Bəlkə də evdə olur. Aydın. Sualınız var şahid? Xeyr, onun heç bir şey yoxdur. Prosto onlar ümumi mətbəx olub, şunun da onlara aid olub. Doğmuşam, sonra aparıb şunu da asmışam deyə. Yəni, sizə demək istəyir. Şahidlə bağlı sizə demək istəyir. Yox, şahidlə bağlı mənim o xəbər olmayıb, evdə olmuyor. Sadəcə olaraq o hadisə olmamışdan bir həftə qabaq günlərdə o şunundan götürüb bir parça götürmüşük, motoru təmir eləmişik. Şunu orada asılı olub, mən də ağlıma şunun gəlib, onu gelib götürmüşəm, sonra aparmışam. Sualın yoxdur. Xeyr, xeyr. Onun yəni heç bir şahidi yox. Sizin oğlunuzdur, yaxın oğlunuzdur. İfadə verməmək, əleyhinə ifadə verməmək duyduğunuz var. İfadə vermək istəyirsiniz, göstərir. Vermək istəyirəm. Onda da həmən olması yaxınlaşın, İslam'a qol çəkən, həqiqəti söyləməsin. Yalan ifadə versəniz, məsuliyyət daşırsınız. Mən həqiqəti danışıram. Bizim başımıza gətirən oyunla danışıram. Ayrı bir şey bilmirəm. Balasının,
o formülür kimi balamın məhv eləməyindən danışıram. Bizi, yoldaşımı mənim bu vaxtda zülmə saldığından danışmaq istəyirəm. Mən ayı şey bilmirəm. Bilsəm ki, o uğraşlığı eləyərdi. Məhkəmə iclasındasınız siz. İfadələrinizə fikir verin. Bu küçədə deyilsiniz, bazarda deyilsiniz. Sürüş istifadə eləyin. Üzr istəyirəm. Başa düşdünüz? Üzr istəyirəm. Normal şəkildə ifadə verin. Bu başımıza bu oyunu yapışdı. Gül kimi balalarını saxlayırdı. Gül kimi uşağı idi. Hadisə ilə bağlı nə bilirsiniz, onu da Hadisəni mən heç zat bilmirəm. Başıma bu oyuna, mən yazıb durmuşam ki, başıma bu oyuna. Daha istintaqda ifadə verirsiniz. O ifadədə dedikləriniz yadınızdadır. Nə ifadəsi vermişəm? Gəlin sizin nəyinizin? Mənim bacımızdır. Bacınızın. Güvər bacımızdır. Çox gözəl uşağı idi. Neçə il idi evliydiniz? 9 il. 9 il. Neçə nəvəm var? 2 nəvəm var ondan. Bir qız, bir oğlan. Allah sağ ol. Sağ ol. Ayın 19'da elə bir deyək, tamı yatmamışdan qabaq. Siz onlarda olasınız, onlar sizdə olar. Bizdə olub gelirlər. Hər gün bizdə uşaqların çörəyin yetişdir. Gəlin uşaqlara münasibəti nədir? Yəni nə vaxtsa görəsən ki, gəlin uşaqlar işgəncə verər, uşağı soyar, ətini yandırar, kəsər, olur. Bunların arası necə edirsiniz? Davaşsınlar eləsinlər, nə bilim. Bir dənə davasını görmüş. Bir dəfə də olsun görmüş. Bircə dəfə təzə gələndə vurmuşdu. Ondan sonra mən gördüm. Yalan deyil. Gəldi sizin qapıya, sizə nə dedi? Uşaqlar verdi ki, Allah verdi. Aysel xəstələdi. Siz uşaqları götürdü, saldınız öz evinizə. Hədə uşaqlar O birisi açarlarında deyəsən, getdik. tez durduk getdik ki, ne olur verib ayından paltarını çəkdik. Siz evə gedəndə, yəni Ziyəddin evinə gedəndə kim var idi yanınızda? Bir dəqiqə, sizə uşaqları gətirəndə polis bunun yanında idi. Görmədim, vermişdi aşağı. Ziyəddin, Onu oxumuşam. sakit olun. Vermişdi aşağı polis. Polis sizlə bir yerdə getməyə başladı. Nə xəsarət gördünüz? Boğulmuşdu. Boğazında gördün, nəsə? Nə var idi boğazında? Deyil şeylə nədir, şunurla boğuldu. Şunur orada idi. Şunur yox. Olar bilməm bir şəhər söz deyil. Deyərsən, sual verəcəm sənə, sənə sual verəcəm. Olmaz. Həyatda mən məhkəmə olsundan qala bilmirəm, bax, mən xəstə düşmüşəm. Ziyəddin. Mən yaşaya bilmirəm. Ziyəddin. Göndərim gedimlər. Ziyəddin. Belə insanı görmək istərsən. Sakit ol. Tamam bundan. Sakit ol. Gözüm bədbəxt Deyirəm, deyil. sakit ol. Mən bədbəxt balalarımı eləyəcəm. Belə Sakit ata ol. olmaz. Bana Mən sakit ol. burnularım qavırıb böyüdəndir. Qız nəvəsin burnuların ana rumkası. Bu bilmir nə var ne yok. Qız nəvənin burnundan rumka vurub böyüdən adamsan. Sən mən utandırma burada. Çıx get özün də biabır edəməm. Ziyəddin, çıxardacam səni zaldan, sənsiz davam edəcəm. Bax bu dəqiqə. Sakit ol. Sən uşaqları təhvil verəndə anan girətdən polis gəlmişdi. Polis xeyr, polisə zəng vurdum, məlumat verdim. Mən polisi düşürdüm ikinci mərtəbə, bir mərtəbə başa düşdüm. Uşaqlar sizi görüb nəysə başa düşərdim, qorxar. Gətirdim, qapını döydüm, bunları tez oyatdım ki, durun, o özüm pis eləyib, uşaqların yanında bildirim ki, skoru gəlib, Aysel özüm pis eləyib, uşaqlar heçinə başa düşməsinlər. Bunların heçinə başa düşməsinlər. Gələndə ki, qapının ağzında bəhrəm paltarını gedir, anam paltarını, əlində yatmaq paltarını gəlir. Dedim ki, öldürmüşəm içərdə. Onu dedim, o da şoka düşdü, polis məni götürdü ki, açarda götürdü, çıxdı getdi. Böyle sonra atsınlar. Yok, düşdü aşağıda, mən qandaldım. Sənin iştirakında baxışlar keçirtməyiblər orada. Sonra mən... Sonra sən gəldin. Ötəri mahkəməsində ən ağır cəzanı verir. Bir dəqiqə sakit ol. Siz şahidsiniz, siz onu istəyə bilməzsiniz. Sualınız var, müzakirə edək. Sualın var şahidi, sual. Sualım? Şahidə, atanın sualı var. Buyur, sual verirsən. Əlavə söhbət edəcəksən. Nə var idi? Yəni özüm demir bu belə insandır. Özüm haqqında... Xeyr, özüm haqqında yox. Baş vermiş hadisə ilə bağlı. Baş vermiş hadisə ilə bağlı, mən Rusiyada... Şahidin danışdıqlarına bağlı. Mən Rusiyada getmişəm, 2023-cü ildə çıxıb getmişəm. Belə ailədə yaşamaq istəmirəm. Ziyət, bunları bilirik. Mən getmişəm, bir ay çəkilib demişəm, mənim ailəmi, uşağımı göndər. Bax, bu evi tutmuşam kvartiran. Nəysə. Paylaşmaq işi sualın yox. Mənim uşaqlarımı göndərməyib. Başa düşük, sualın yox. Uşağı göndərmirdi, gelib uşağı götürüb gələyim. Möhtərəm hakim, orada yaşamalıydım və istəmirdim Azərbaycanda qalım.
Prokuror Ziyəddin Quliyevə 18 il 6 ay cəza təyin edilməsini istəyib. Son söz hüququndan istifadə edən təqsirləndirilən şəxs bildirib ki, Aysel Qurbanovanı yatmış vəziyyətdə öldürməyib. Uşaqlarına görə məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib. Demişəm ki, fikirləşmişəm ki, bunu necə öldürə bilərəm ki, rahat ölsün. Amansızcasına yatmış vəziyyətdə, köməksiz vəziyyətdə etməmişəm. Mən orada da qeyd etmişəm ki, 2 dəfə onu demişəm ki, o tərəfə çəkilsin, əlimi itələmişəm, 2 dəfə o tərəfə itələmişəm. Yatdığı vəziyyət, mən öz yatdığı yerimə, öz yerimə keçirtmişəm. Məhkəmə qənaətə gəlib ki, Ziyəddin Quliyevin Cinayət Məcəlləsinin 120.2.4-cü xüsusi amansızlıqla qəsdən adam öldürmə və 120.2.9-cu köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə maddələri ilə özünü zərər çəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, habelə toplanmış istintaq materialları ilə tam sübuta yetirilib. Odur ki, o, həmin maddələrin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 2026-cı il mayın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə Ziyəddin Quliyev 17 il müddətinə azadlıqdan məhrum olunub.